Xanımlar, indi mən sizə çənə hissəsi üçün teypı necə istifadə etmək lazım olduğunu göstərmək istəyirəm. Deməli, bu teyp həm sizin çənənizə təsir edəcək. Fikir vermisinizsə, yaşlı insanlarda bu hissə büzüşmüş halda olur. Bu hal olmasın deyə biz bu teypdən istifadə edirik. Həm buxaqa təsir edəcək, həm çənəyə təsir edəcək, həm də ki, alt dodağı yüngülvari doğu etmiş kimi edəcək. Deməli, biz bu teypi necə istifadə edirik? Bu hissəsini çox az kəsirik və buxaq olan hissəyə yapışdırırıq. Baxın, bu şəkildə yapışdırırıq və alt dodağımızı içəri doğru yığırıq. Və bu şəkildə yapışdırırıq. Məndə biraz əyri oldu, indi düzəldəcəm. Xanımlar, mən teypi düzəltdim. Teyp bu şəkildə olmalıdır, çənəni tam tutmalıdır və bu teyp, xanımlar, bunu siz gecəyə də edib saxlaya bilərsiniz. Bu teyp ən azı 4 saat qalmalıdır, 8-10 saata qədər qala bilər. Və bu qədər xanımlar. Bir də bir moment da var ki, xanımlar, siz teypı etməkdən öncə mütləq şəkildə hər hansı bir krem ya da ki, yağ çəkin ki, sonra çıxardanda siz dərinizi dartıb çıxartmayasınız deyə. Bu qədər.